Tərtib, yəni ardıcıllıqla qılınmasıdır. Yəni namazın ki, ardıcıllığı var. Məsələn, niyyət olur, təkbirətü ehram, sonra həmd surə deyilir. Məsələn, belə də ki, qiraət olunur. Ondan sonra ruku, səcdələr ümumiyyətlə də bu şəkildə, yəni o ardıcıl şəkildə olmasıdır. Məsələn, səcdəni rukudan qabaq eləsə, bu tərtibi pozmuş sayılır və namazın da batıl olmasına səbəb olur. Və müvalat isə arada çox fasilə vermədən yerinə yetirməkdir. Yəni əməlləri yerinə yetirən zaman çox fasilə verməyəsən. Məsələn, bir əməli edəsən, bir müddət gözləyəsən, sonra o birisinə keçəsən. Burada məsələn zikirləri uzatmağın bir problemi yoxdur. Yəni səcdədə, rukuda, yəni zikirləri uzun desə, bunun heç bir maneəsi yoxdur. Amma insan məsələn o qədər fasilə verək ki, artıq namaz qılınmır deyilsə, bu zaman o müvalatı pozmuş sayılır. Bu zaman da o namazı batıl etmiş olur.